Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımızda duanın psixoloji aspektləri üzərində dayanacağıq. Dua insanın mənəvi silahıdır və bu silahın insan üzərindəki psixoloji təsirlərini qonağımızla müzakirə edəcəyik. Həmsöhbətim psixologiya elmləri doktoru Elxan Bəylərovdur. Elxan müəllim, xoş gəlmişsiniz. Xoş gününüzə gəlin. Hər şeydən əvvəl dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm. Elxan müəllim, biz bugün duadan danışacağıq sizinlə. Dua İslam nəzərində ibadətlərin özüdür, xülasəsidir. Hətta bəzi hədislərdə dua ibadətlərin beynidir deyilir. Bizim bütün əməllərimiz, davranışlarımız əslində bir baxıma duadır. Namazımız bir duadır, Allaha yönəlişdir. Orucumuz bir duadır. Yalvarışımız bir duadır. Bu baxımdan din əslində duadan ibarətdir. Allahla ünsiyyətdir. Bax, istərdim ki, əvvəlcə buradan başlayaq. Duanın dini tərəfləri bunlar olduğu halda, bəs psixoloji baxımdan dua nədir və insan ruhunda hansı ehtiyaclara cavab verir? İnsan düşünən bir varlıq olaraq yaradılıb, iradə azadlığı verilmiş bir varlıq olaraq yaradıb, ona görə daima seçim qarşısında olur. Xeyirlə şər, yaxşı ilə pis, işıqla qaranlıq arasında seçməli olur. Bu seçimlər bəzən düz, bəzən səhv olub, yanlış ola bilir. Bu yanlışlıqlar nəticəsində də insanlar özləri üçün, bəzən çevrələri üçün problem, çətinliklər yaradırlar. Bu çətinliklər qarşısında bir çox halda özlərini zəif, çıxılmaz vəziyyətdə hiss edirlər və köməklərə ehtiyacı olur. Bu kömək üçün də müraciət olunan ən yüksək məqam Yaradanın məqamıdır ki, insanlar ona üst tuturlar. Maraqlı bir şeydir ki, gündəlik həyatımızda baxsaq, hər hansı bir çətinliklə, problemlə qarşılaşan insan şikayət eləmək üçün bir ünvan axtarır. Bütün məqamların ən üstündə duran Yaradan məqamı olduğu üçün insanlar çox zaman bəndə ilə Yaradanı arasında heç bir əlaqə yoxdur. Birbaşa əlini açıb Yaradanını çağıra bilir və ehtiyaclarını, rastlaşdığı çətinlikləri ona deyir və oradan kömək umur. Məsələ burasındadır ki, insanların duaya ehtiyacı qarşılaşdığı çətinliklər, qeyri-müəyyənliklər səbəbindən baş verir. Sadəcə olaraq Yaradan çox zaman onlara qaldıra biləcəkləri yük qədər çətinlik verir. Amma insanlar yanlışlığa yol verəndə bəzən altından çıxa bilməyəcəkləri sınaqlarla qarşılaşırlar. Biri yolla gedərkən bir quş gəlir ona sığınır, qoynuna girir. Baxır ki, bu quş ardıca bunu ovlamaq istəyən bir yırtıcı quş gəlir. İnsan quşu qoynunda saxlayır və yırtıcıya da baxır. Ağlından belə bir şey keçir. Bu quş buna sığındı, köməyə ehtiyacı var. Buna kömək eləmək istəyir. Digər tərəfdən ovlamaq istəyən quşun da ehtiyacı var. O da balalarına yem aparmaq istəyir. Bu da onun qidalanma ehtiyacıdır. Biz insanlar çox zamanı rastlaşdığımız problem və seçim qarşısında aciz qalırıq və Yaradana müraciət eləməli oluruq. Bundan dua yaranır. Xüsusilə müasir cəmiyyətdə belə bir problem var. İnsanlar arasında kommunikasiya, dərdləşmək. Yəni, insan bəzən dərdləşəcəyi insanı belə tapmaqda, bu qədər qələbəlik içərisində, bu qədər kütlələr içərisində dərdləşəcəyi insanı belə tapmaqda çətinlik çəkir. Bax, bu insanın o stresslənməsinə, stres halının yüksəlməsinə, gərginləşməsinə, cəmiyyət arasında insanların gərginləşməsinə səbəb olur. Psixologiyada məlumdur ki, yəni müasir dövrün ən böyük psixoloji problemlərindən biridir. İnsan özünü yalnız hiss edir. Bax, bu baxımda dua insanın işinə necə çata bilir? Rəbbi ilə, Yaradanı ilə ünsiyyət insanı bax, bu kimi problemlərdən necə xilas edə bilir? Psixoloqlar çox zaman sadəcə olaraq dinləmə, elə belə dinləmə yox, empatik dinləmə, duyaraq, hiss edərək dinləmədən güclü terapiya vasitəsi kimi istifadə edirlər. Məişətimizdə bu çoxdan bəlli idi. İnsanlar deyir ki, dərdləşdik, yüngülləşdik. Dərdləşdik, dərdimizi bölüşdük. Yəni, stresin azalmağına, gərginliyin, izafi həyəcanın, təşvişin azalmağına səbəb olur söhbət. Amma baxır, bu söhbəti kimlə edirsən? İnsanın həqiqətən elə sirri var ki, onu heç kəsə deyə bilmir. Amma bizdə bir şey var, Allahdan heç nə gizli deyil. Ona görə hər hansı bir problemi olarsa,
bəndə Yaradanına müraciət eləyir. Onu əl açır, dərdini ona deyir. Əmindir ki, o onu bütün hallarda empatik dinləyəcək. Onun bütün problemlərinin, bunun deyib demədiyi, görüb görə bilmədiyi cəhətlərini bilib, buna hər hansı bir üsulla təsir göstərəcək. Ona görə dua zamanı insanın stresi azalır. Kortizol əslində stres hormonu kimi rol oynayır. Məsəl üçün, döyüş ərəfəsində döyüşə getmək istəyən insan dua edəcəksə, onda güc verən adrenalin, kortizol kimi hormonlar artacaq və o döyüşə hazır vəziyyətə gələcək. Bədənə əlavə enerji, güc gələcək. Amma bir sülh yaratmaq üçün, məsəl üçün elçiliyə getmək istəyən, hər hansı bir barışıq yaratmaq üçün getmək istəyən insan dua edib yola çıxarsa, onda kortizolun səviyyəsi azalacaq, digər bu kimin xoşbəxtlik hormonları, sevgi hormonları artacaq və o getdiyi işdə uğurlu olacaq. Dua bütün dərdlərə dərmandır əslində. Çünki bunun çox funksiyaları var. İnsanların sosiallaşmasında, insanların bir-birinə etibar eləməsində. Məsəl üçün, cümə ibadətlərinə gedənlər bilirlər ki, orada bir də görürsən ki, axund deyir ki, iltimaslı dua istəyən var. Və kütlə halında dualar olunur və kütləvi şəkildə amin deyirlər. Bu insanda bir inam yaradır ki, əgər bu qədər mömin insanın, bu qədər ibadət edən insanın kütləvi şəkildə duaya qoşulub amin deməsi bir inam yaradır. Bu, elmdə çoxdan məlum olan yazılı ədəbiyyatda plasebo deyilən bir effekt var. Dərman çatdırmaq mümkün olmayıb, insanlara sadəcə su verilir, deyilir ki, bu həmən o dərmandır. Və qəribə budur ki, bu suyu dərman kimi qəbul edən insanlarda rahatlaşma baş verir. Dərmanın göstərdiyi təsir kimi təsirlər yaranır. Bir çox şey psixoloji zəmində baş verir. Bir çox inanın ki, xəstəlikləri artıq beynəlxalq xəstəliklər təsnifatından qərb ölkələrində çıxarıblar. Məlum olub ki, bunların hamısı sırf psixoloji zəmində baş verir. Odur ki, real xəstəlik yoxdur. Duyğulardan insan özündə ağrı, xəstəlik, müəyyən xəstəhallıq hiss edə bilir. İnamla insanı öldürüblər də. Amerikada, ədəbiyyatda belə bir şey var ki, ölüm hökmünə məhkum olunmuş bir nəfərə həkim müraciət edir ki, mən səndən bir eksperiment aparım. Onun bədənində güya cızıq çəkir, xəstə amma görmür, əlləri bağlı olur ki, qanın əvəzinə su damcılayır. Xəstə də bu damcıların təqribən baxa-baxa buna elə gəlir ki, bundan artıq bədəndə qan qutarır, bu insanın doğrudan rəngi avazıyır. Və artıq damcılar sürətlənib, o nəhayət kəsilənə məqam insan canına tapşırır. Dua inama yol açır. Onun vasitəsilə insanda hər cür şeylər, daha çox pozitiv şeylər baş verir. Çünki bəddua deyilən bir şey də var. İndi yeni inkişaf almış kvant psixologiyası deyilən bir sahə var. Düzdür, bu dəqiqə elmi camiyyədə kimsə buna psevdo elm kimi baxırlar, parapsixologiya kimi bir şey. Amma bütün dünyada olan elmi yeniliklər, məsəl üçün Newton mexanikası var idi, kvant mexanikası yarananda, hətta nisbilik nəzəriyyəsi yarananda onun müddalarına gülürdülər. Həmişə yeni yaranan bir şeylərə müqavimət var. İnsanlar bir şeyə alışırlar, yeni bir şey yarananda müqavimətlə rastlaşır. Kvant psixologiyası da bu sahələrdən biridir. Əlbəttə ki, insan psixologiyası üzərində çox dərin təsirləri var duanın. Siz də çox gözəl qeyd ediniz. Bəlkə gələcəkdə kvant fizikası irəlilədikcə onun kvant psixologiyasına ideyalar verir. Bəli, ideyalar verəcək və dua dediyimiz fenomeni bəlkə daha da dərindən, daha ətraflı anlamağımıza kömək eləyəcək bunlar. Biz inancımız var ki, Allah dərgahında zaman deyilən bir anlayış yoxdur. Keçmiş, indi, gələcək, belə bir şey yoxdur. Amma biz məkan və zaman kateqoriyasında yaşayırıq, düzdürmü? Bəli. Kvant mexanikası klassik mexanikadan fərqli olaraq keçmişi, indiki və gələcək zamanı birləşdirir və əlaqələndirə bilir. 44 günlük müharibə zamanı qazilərimizin valideynlərinin, şəhidlərimizin valideynlərinin danışdıqları ki, oğlu yaralanan anda və yaxud da şəhid olan anda analar bunu hiss eləyiblər. Sonra yoldaşları ilə danışıq məsələsində bunun hadisənin baş verdiyi müddəti dəqiqləşdirəndə məlum olub ki, həmən ana ürəyindən bir his keçirib, ana içində bir ağrı duyub, ana nəysə bir çağırış hiss edib, bir narahatçılıq hiss edib. Və bu, həmən o söhbətləri mən sistematik dinlədim. Qazilərlə bağlı bir layihə çərçivəsində danışıqlarının videosu var idi. Gördüm ki, belə hallar dəfələrlə təkrar olunur. Deməli, belə bir fakt var.
Amma bunun izahı lazımdır. Kvant psixologiyası buna izah verə bilir. And olsun əncirə və zeytuna, and olsun Sinay dağına, and olsun bu təhlükəsiz şəhərə. Biz insanı ən gözəl surətdə yaratdıq. Sonra isə onu aşağı qatların ən aşağısına qaxacağıq. İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla, onlar üçün tükənməz mükafat hazırlanmışdır. Bundan sonra dini yalanlamağa səni nə məcbur edir? Məyər Allah hakimlərin ən üstünü deyilmi? Həqiqətən maraqlı mövzudur Elxan müəllim. Kifayət qədər geniş də bir mövzudur. Çünki psixologiyada da bu dərindən araşdırılır. Ümumiyyətlə dua məsələsi. Peyğəmbərin hədislərində belə bir məqam var. Bu biraz söhbəti fərqli istiqamətə yönləndirmiş kimi olacam. Qardaşın qardaşa etdiyi dua. Çox gözəl. Yəni mömin bir insanın mömin bir insana etdiyi duanın məqbul olduğu haqqında söylənir. Həqiqətən insanın başqasından bir xeyir dua eşitməsi, sadəcə dua insanın tək başına Allaha yönəlməsi deyil, başqasının onun haqqında dua etdiyini, xeyir dua etdiyini bilməsi də insan psixologiyası üzərində böyük təsirlərə malikdir. Belə bir ifadə var. Deyir, günah etmədiyin ağızla dua edərsənsə daha tez müstəcəb olar. Mən bunu biraz araşdırdım ki, bu nə demək istəyir? Buradan belə çıxır ki, insan öz ağzı ilə nə vaxtsa bəlkə yalan danışıb, bəlkə nə vaxtsa kiminsə qeybətini qılıb, nə vaxtsa bir dəfə haqq olmayan bir şey deyib. Ona görə bu ağızla elədiyi duanın müstəcəb olması ilə bağlı müəyyən əngəllər ola bilər. Bu psixoloji məsələdir. O ağızın duası mənə düşərli ola bilər deyə bir inanc var insanlarda. Və bu inancında yenə psixoloji məqamı var. Ona görə insanlar bir-birlərinə dua ona görə istəyirlər ki, onun ağzı ilə o günah etməyib. Onun buna etdiyi dua təmənnasız, bir çox qəsd qərəzlərdən azad bir dua olacaq. İnam çox böyük bir gücə malikdir. İnsanı yaşada da bilir. Məsəl üçün, Türk həkimlərinin çoxsunda mən bunu müşahidə eləmişəm və Türk həkimlərə dair filmlərdə də bu var. Həkim işi görür, qutarır, xəstənin sahibi yaxınlaşır ki, həkim nə oldu, nə olacaq? Həkim deyir, mən əlimdən gələn hər şey etdim. Bundan sonrası Yaradana duamıza bağlı dua edəcəyik. Amerikanın çox dünyaca məşhur, bəlkə cərrahlar içərisində bir nömrəli sayılan bir cərrahı Benjamin Carson. Uşaq cərrahiyyəsinin müdürü olub 33 yaşından və uzun müddət. Qara dərili bir insandır. Amerika üçün o dövrdə çox nadir bir hadisə idi. Onun sinir beyin cərrahiyyəsində çox ilklərə imza atıb. Onun 5 maraqlı kitabı var. O apardığı cərrahiyyə əməliyyatı haqqında danışır ki, beyində cərrahiyyə əməliyyatı aparıram, gözlənilmədən hardansa qanaxma baş verir. Qanın hardan gəldiyini, mənbəyini bilmirəm. Amma onu kəsmək üçün, qanın qarşısını kəsmək üçün bütün bildiklərimin hamısını tətbiq elədim. Bir qədər təzyiqi aşağı salmaq, biraz bəlkə qanın durulluğunu azaltmaq. Bununla bağlı hər şey etdim, qanaxma dayanmadı. Bunun necə ki başlamağı mənim üçün qəribə idi və bütün bildiklərimi də tətbiq elədim, qan da dayanmadı. Bu da məni təəccübləndirdi ki, axı bu dayanmalıydı. Bir anlıq bir duyğu yaşayır, əlini buraxır, Yaradana müraciət eləyir, inanclı bir insandır və inancı da kifayət qədər kamildir. Əllərini boşaldır, başlayır dua eləməyə, duasını da yazır orada ki, ya Rəbbim, mən bütün bildiklərimi etdim. Mən ümumiyyətlə qanın axmağını gözləmirdim. Bu qan axdı. Qarşısını kəsmək üçün mən bütün bacardıqlarımı elədim. Bundan artıq heç nə edə bilmirəm. Bu insan yaşayacaqsa, bunu sən yaşadacaqsan. Bu qanın qabağı kəsiləcəksə, onu sən kəsəcəksən. Mənim edəcəyim daha bir şey qalmadı. Çevrəmdəkilərin hamısı baxışı mənə idi ki, mən bayaqdan intensiv nələrsə eləyirdim, alınmırdı. İndi birdən-birə mən dayandım. Mən daha heç nə etmirəm. Amma bu anda qan da dayandı. Və mən başa düşdüm ki, duam Yaradana çatdı. Mən
Az bir şey qalmışdı əməliyyatın sonuna. Onu tamamladım, tikişlərimi vurdum və əməliyyat uğurla başa çatdı. Bizim insanımız da, dua edən insan da odur. Əgər edə biləcəyi bir şey vardısa edərdi. İnsan artıq gücü çatmayan, aşıra bilməyəcəyi bir yükün altına düşəndə adətən yaradana əl açır. Orada mühüm olan psixoloji cəhətdən mən dua etdim, mən bu işi yaradana tapşırdım. Bu alınacaqsa xeyrim ondadır. Alınmayacaqsa xeyrim ondadır. İnsanları dua ilə bağlı ən çox narahat edən nədir? Quranda yazıb, məndən istəyin verim. İnsan deyir, mən dua elədim, amma istədiyim alınmadı. Burada duanın çox özəl məsələləri var. Uca Allah Quran-ı Kərimdə buyurur, sizin xeyir olaraq bildiyiniz neçə şeylər var ki, əslində şərdir. Şər olaraq bildiyiniz məsələlər var. Ayə belə deyir ki, sizin istədiyinizdə ziyanınız, İstəmədiyinizdə xeyriniz ola bilər. Siz bilməzsiniz. Allah bilər. Allah bilər. Bu çaşmıramsa Nisa surəsində. Bəli. Bu baxımdan həqiqətən də insan istəklərini Allaha çatdırmalıdır, səmimi bir şəkildə ona dua etməlidir. İcrasını da onun ötəsinə buraxmalıdır. Allah qatındakı dəyəri də insanın məhz bu Allahla ünsiyyətinə bağlıdır. Çünki Furqan surəsində də buyurur Allah, duanız olmasa Rəbbiniz sizə nə üçün dəyər versin deyilir. İlham müəllim, mən sizə təşəkkür edirəm. Gəldiyiniz üçün, maraqlı mövzular bizim üçün açdığınıza görə və ümid edirəm ki, sizinlə biz yenə görüşəcəyik. Yaradan bəndəsini digərlərinə qarşı da daim xeyir işdə olmağa təşviq edir. Dinimiz çox gözəl, yaxşılıqlar üzərində qurulmuş, humanist, əsl insani bir dindir və əsas qayəsi də insanda gözəl bir əxlaqın formalaşmasıdır. Təşəkkür edirəm, minnətdaram sizə. Əziz tamaşaçılar, bu dəfəki buraxılışımızda duanın mənəvi dünyamız üzərindəki təsirindən söhbət açdıq. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.